Azərbaycan Respublikasının xalq artisti Mircavad müəllim, Mircavad Cəfərov buradadır. Xoş gəlmisiniz Mircavad müəllim. Çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə. Ciddiliyimə baxmayın, birazdan zarafatlar başlayacaq. Yox, yəni ciddiliyiniz də ancaq sənət sayəsindədir. Çünki orada bir kiçik də olsa heç bir səhvə yol vermirsiniz siz. Mən çalışıram əlbəttə, əlbəttə çalışıram. Çünki bilirsiniz, tamaşaçılar belədir ki, ən belə xırda detalına qədər araşdırma aparırlar. Hətta məsələn təkcə ifa yox, danışıq tərzini belə izləyirlər. Hansı intellektual potensiala malik olduğu izləyirlər və onları da sənə xatırladırlar ki, bəs deyək ki, Yurd FM-də səhər-səhər ciddi edin. Niyə? Kim idi orada ciddiyyət Kim idi orada o ciddilik? Amma yəni doğrudan da sənətimizdə işin düzgün çatdırılması üçün, doğru çatdırılması üçün belə deyə həyatını qurban verən insanlar var, yaşayaraq qurban verirlər. Çünki hər şeyi milli ölçürlər və instrumental sahədə çalışan bir sənətkarlar daha çox dəqiqliyə diqqət edirlər. Çünki onlar necə ki bunun dərsliyini təqdim edirlər öz tələbələrinə, həm də insanlara da bunu təqdim. Bax, indi bunu demək istəyirəm ki, bu belə deməzdir. Belə deyil, belə deməzdir. Yəni, ya instrumentalist, ya vokalist bu insanın özünə tələbkarlığından, özünün o dediyiniz ciddiliyindən və sənətə verdiyi dəyərdən irəli gəlir. Bu demək deyil ki, instrumentalistlər daha dəqiq. Yox, instrumentalistlər də var ki, elə keyf eləyə gedirlər. Amma elə deyil. Mən nədənsə bilmirəm, bu musiqi sənətinə gələndən ümumiyyətlə mənim həyat tərzim, mən daha geniş mənada deyərdim ki, nəyi edirəmsə onun ən idealın. Həyatda da beləsiz. Həyatda da beləyəm, bəli. Hətta deyək ki, nə bilim, bir qapının bir nəyinəsə bir ştrix eləmək lazımdırsa da, onu mən zövqlə və böyük bir tələbkarlıqla, hətta bir balaca bir mıxı da axtarmaqdan ötəri bütün Bakını vururam bir-birinə, onu tapıram, gətirib qoyuram ki, o bu cür olmalıdır. Mən belə şeyləri sevirəm. Dəqiqliyi çox sevirsiniz, xırdaçılıq. Axı, sonda o gözəllikdir. İndi biz musiqiyə müraciət eləsək, bu ümumiyyətlə. Biz xalqa musiqi təqdim edirik. Bayaq təqdim elədiyiniz məni ki, caz, etno-caz sahəsində məsələn, mən bilmirəm nə qədər xidmət indi, əgər siz bunu belə dəyərləndirirsiniz, sizsə çox sağ olun. Ən çox mən gənclərlə işləyirəm, gənclərə dəstək oluram, çalışıram ki, onlar gəlsinlər bu meydanda, yəni öz sözlərini desinlər, onlara şərait yaradıram, o istedadları axtarıram. Yəni özüm şəxsi olaraq müxtəlif konsertlərə gedirəm, axtarıram, tapıram, görürəm. Və cəngi qrupuna dəvət edirsiniz? Dəvət edirəm. Əgər o potensiala malikdirsə, əgər bir balaca işartı varsa, yəni bu çox mühümdür. Yəni. Yaxşı, cəngi qrupunun rəhbəri, bədi rəhbəri. Neçə nəfərdən ibarətdir cəngi qrupu? Cəngi qrupu, yəni belə götürəndə bizdə rəqs bölümü var, muğam bölümü var, etno-caz, bunların hamısının sintezi var. Tərkibimiz çox böyükdür. 50 nəfərə yaxın bir insan var. Amma yəni onların bölümləri var da, deyək ki, rəqs qrupu bir başqa bir sahədir, onunla məşğul olan baletmeister var. Bu birisi tərəfdə yəni etno-cazla məşğul olan ən çox bizim pianistimiz Vasif Hüseynlə onu dəvət eləmişəm. Neçə illərdə onunla işləyirəm. Bütün o sahənin məsul şəxsi deyərdim ki, odur. Və bilirsiniz, burada bir dənə bir tandem var. Yaşlı nəslin nümayəndələri də var. Tam profesional və uzun illər sənət keçmiş insanlar və eyni zamanda gənclər. Burada ikisinin həm rəqabəti, həm də ikisinin belə deyək də yaşlı nəsildən öyrəniləsi təcrübə məsələsi var. Ən azı işə tələbkarlıqdan, məşqin vaxtında başlamasının tələbkarlığından tutdu. Biz məsələn yaşlı nəsil onlara öz davranışımızla göstərir ki, nümunə olursa, əlbəttə ki. Yəni ki, bu belə olmalıdır. Ola bilər ki, indiki gənclərdə biraz sərbəstlik daha çox da, nə olsun, bir 15 dəqiqədə gecə olsa heç nə olmaz. Yıxaram probkanın, tıxacın boynuna və yaxud da, nə bilim, və s. da. Yəni, amma mən heç vaxt heç yerə gecikməyi xoşlamıram.
Siz də hər şey bu qədər dəqiq eləyən insan gecikməyi də yəni ola bilməz. Sənət 100 il sənətə xidmət elə. Bir dəfə hardasa bir balaca bir xırda bir detal nəsə səhv olsa, cəmiyyətdə o səhvə meyllidir. Çox acımasızdır. Türk dilində də dilimizi sayım, amma doğrudan dinləyicilərimizdən üzr istəyirəm bu sözümə görə. Çox yəni o indi gərək bu sənətdə elə qalasan ki, elə şeylər təqdim eləyəsən ki, onlar səndən ancaq müsbət enerji alsınlar və gözəl musiqi dinləsinlər. Mircad müəllim, neçə yaşınız var? Mənim bu il 60 yaşım oldu. Ay maşallah, Allah ömür versin sizə. Çox Neçə ildir artıq sənətdəsiz? Mən 9 yaşından əslində sənətdəyəm. 9 yaşından tar nə ilə başlamısınız? Tarla başlamışam. Tarla başlamısınız. Mən musiqi məktəbinə getmişəm də 9-cu sinifdə, 9 yaşında. Mən 2-ci sinifə gedirdim. Musiqi məktəbinə 5-ci sinifdən qəbul eləyirdilər. Amma mənim xüsusi istedadımı görüb məni qəbul elədilər. Və siz təsəvvür edin ki, mən 1-ci sinifin yarım semestrindən sonra 2-ci semestrdə mən öz müəllimlər məni öz deməli sinif məktəb yoldaşlarıma deməli nümunə göstərmirdilər. Mən onlara öyrədirdim. Mən onlara öyrədirdim. Məsələn, birinci proqramda Bayat-Kürt muğamı vardı. Onu öyrənmişdim və onlar da qarşı-qarşıya qoyurdular ki, sən buna öyrət. Ay maşallah. Birinci sinifin axırında mənim yadıma gəlir ki, 5-ci sinifdə olan bir adam, mən Qarabağ şikəstəsi çaldım. O da mənə çevrildi, baxdı ki, bunu öyrət də mənə. Mənə çox təəccüb gəldi ki, necə yəni Qarabağ şikəstəsini 5-ci sinifdə oxuyan adam bilmir. Amma mən onu özüm öyrənmişdim. Heç kəs mənə öyrətməmişdi. Həqiqətən incəsənət bacarığı olmaq, səsi, instrumental fərqi yox, istedadının olması Allah vergisidir. Bu başqa bu istedad bir işdir. İstedad Allah tərəfindən sənə verilmişdir. Bir də onu amma onu tətbiq eləmək, inkişaf elətdirmək, onu sənət səviyyəsinə qaldırmaq isə yaradıcı adamın özünün öz düşüncəsi və tələbkarlığıdır. 50 ildir musiqi sahəsindəsiz də sənətə neçə yaşından artıq səhnələrə gəldiniz? Mən əslində uşaq vaxtından elə səhnələrdə var idim. Rayon səviyyəsində də, belə deyək, bizim o mədəniyyət evində, o zaman üçün pionerlər və məktəblilər evi var idi. Orada mən paralel olaraq mənim həyat tərzimdə məsələn pioner və məktəblilər evində Ulduz vokal instrumental ansamblda gitar ifa eləyirdim. Amma artıq mədəniyyət evinin o boğu-burma kişilərlə bir yerdə balaca bir uşaq otururdu. Əvvəl tarla, sonra udla. Bilirsiniz, bir insanın yetişməyi üçün indikilər, indi hamısına şamil eləmirəm, yatıb yuxuda görürlər ki, bizə vergi verilir, mən oxuyan olacam, məsələn. Bu belə olmur, yəni. Bir insanın yetişməyi üçün hələ bütün sahələrdə, təkcə musiqi sahəsi deyil ki, hələ sizin öz sahənizdə yetişməkdən ötəri zaman və zaman onu yetişdirir, təcrübə toplayır və gəlir profesional bir insan olur. Mən məsələn gözümü açandan bu musiqinin içində olmuşam. Ancaq özümü profesional sənətdə hesab eləməyə haqqım çatır. Vaqif Gərayzadə və Alim Qasımov tandemi ilə bir yerdə işlədiyim dövrdən. O da 85-86-cı illər. Vaqif Gərayzadə ilə mən İncəsənət İnstitutunda tanış oldum. Bunu mən hər yerdə deyirəm. Bəli. Sonra Alim müəllimlə bizim bir yerdə Vaqif Gərayzadənin bəstəsi olan Bayatılar məşhur o dövr içində. Elə bu gün də aktualdır. Həmişə də aktual olacaq. Çünki çox ideal Azərbaycanı təmsil edən bir musiqi janrıdır. Musiqi formasıdır. O dövrdən mənim haqqım çatır ki, profesional sənətdə özümü hesab eləyim. Çünki profesional səhnələrə mən ayaq açdım. Oradan başladım. Bəli. İndi birazdan bir musiqi səsləndirəcəm. Reklamlardan qayıdandan sonra biraz cəngiyə gedib gələcəyik. Biraz Mircavad müəllimin öz daxili dünyasına gedib gələcəyik. Hara istəyirsiniz getməyə hazır. Bizim qonağımız buradasınızsa artıq qonaqlıq belə deyək də ev sahibi bizik, siz bizim qonağımızsınız. Şirin-şirin söhbətlərimizlə davam eləyəcək əziz dinləyicilərimiz. Çünki qonaq gəl bizə də həqiqətən də gəlin. Mən bir şey deyim, qonaq olduğum yerdə özümü rahat hiss eləməsəm bir də ora getmirəm. Yox, gələcəksiniz. Mən sizə bunu əmin eləyirəm. Yox, mən rahatam artıq, rahatam.
Mən rayondan, ucqar bir Qəbələ rayonundan Bakıya gəlirdim. Aha. Yurd FM-ə qulaq asa-asa. Aha. Sözün düzü başqa kanallara qulaq asırdım və Yurd FM-ə qulaq astım. Və Bakıya çatanda sizin rəhbərliyə zəng eləyib mən təşəkkür elədim. Mənim heç yaxın mən araşdırdım, telefonunu aldım və zəng eləyib təşəkkür elədim ki, nə yaxşı ki bu kanal var. Biz özümüzün o daxili aləmimizi, bizim milli kimliyimizi təmsil eləyən, tərənnüm eləyən bir dalğa var. Və həqiqətən də bunu efir xatirinə demirik, bunu rəhbərliyi tərif naminə demirik. Amma doğrudan da Yurd FM-in bir məqsədi var, yurdun musiqisi və arxivdən o qədər mahnılar axtarıb tapırlar, fondlardan mahnılar tapırlar. Hər dəfə ki, nəyi yaşadaq? Burada nə qətiyyən maddi maraq yoxdur. Hər kəs bilir ki, milli musiqimizin dinləyici auditoriyası, kütlə demək istəmirəm, biraz etik çıxmır, auditoriyasının sayı azdır, qismi azdır. Buna baxmayaraq. Deməzdim. Yəni, çoxluğa baxsaq, biraz çətin gedən bir mübarizədir. Müharibədə yox, mübarizədir. Amma yorulmadan davam edir. Çünki bugün bir kanalın, bir radyonun həyatda qalması üçün maddiyyatı da lazımdır. Bu bir dövriyyə olmalıdır. Gəlməlidir, xərcləməlidir. Amma o qədər, belə deyək, dik ayaqda durur ki radyomuz, Yurd FM rəhbərliyimiz sayəsində sağ olsunlar. Bütün işçi heyəti həqiqətən də o qədər musiqi redaktorumuzdan prodüserlarımıza qədər kəşfiyyatdadılar. Harda nə var, kimdə nə var, onu tez alaq verək. Mən öz xanımımla bir yerdə maşınla elə bir rayonlara gedəndə biz sizin kanala qulaq asa-asa o keçmiş ifaçıları başlayırıq mübahisə eləməyə ki, bu ifa tərzi, bu kimdir? Suallar veririk bir-birimizə və çalışırıq onu tapaq. Və tapırıq da, şükür Allaha. Elə olanda çətin olmasın. Bütün dinləyicilərimizə bunu deyirəm. Bunu bir-iki dəfə də deyiblər. Girirsiniz Google-a, yazırsınız yurdfm.az. Orada gedir, yazılır ki, hal-hazırda oxuyan kimdir? Yox, mən elə birinci nəfəsdən artıq bilirəm. Tapırsınız, ay sizə. Bəli, davam edirik. Qısa fasilədən sonra qonaq gəl bizə davam edir. Yurd FM-in daimi dinləyiciləri, Yurd FM-i sevən dinləyicilər, qonaq gəl bizəni maraqlı dinləyən dinləyicilər. Qonağımızı eşitmisiniz. Əgər eşitməmsinizsə, yeni qoşulmusunuzsa deyirəm. Qonağımız Respublikamızın xalq artisti Mircavad Cəfərovdur. Mircavad müəllimlə söhbətlərimizi davam edəcəyik. Əlaqə nömrəmizi səsləndirməmişəm başlayandan bəri 099 6 907 907. Sizin ixtiyarınızdadır. Bir daha deyirəm 099 6 907 907 nömrəsinə zəng edə bilərsiniz, yaza bilərsiniz və ya da yurdfm.az yazaraq bizi canlı da izləyə bilərsiniz. Sözünüz, sualınız varsa buyurun, biz buradayıq. Siz hardasınız bilmirəm, amma gözləyirik mesajınızı, zənginizi. Mircavad müəllimlə həmişə deyirəm ki, kəş ki burada reklamlarda kamera açıq ola. Söhbətlərimiz o reklamlardakılar daha maraqlıdır. Amma təkrar eləyə bilərik. Orada da birazdan təkrar keçəcəyik. Musiqi sayəsində biraz danışdıq ki, Mircavad müəllim hardan? Qısa keçirəm ki, verilişimiz belə deyim, onsuz da sizi tanıyan lakanik olsun. Lakanik deməyim də biraz da şirin söhbətlərimizə də vaxtımız qalsın da. Amma onsuz da sizi tanıyan tanıyır. Sadəcə olaraq həmişə deyirəm bunu, televiziya dinləyicisi, izləyicisi başqadır, sosialın izləyicisi başqadır, radionun dinləyicisi başqadır. Ona görə bəzən olur ki, kimisi haqqında çox bir şey bilmir və biz sənətkarlarımızı dəvət edəndə çalışırıq ki, biraz onun daxili dünyasını, xarakterini açaq ki, bu biraz doğrudur, bu belə adam, bu nə qəşəng belə söhbətlər, belə bir ağıllarında bir şirin nüanslar qalsın deyə. Yəni dərdimiz budur. Sizin dərdiniz sənətinizin incəliyini çatdırmaqdır. Bizim dərdimiz sənətkarın xırdalığını xırdalamaq. Dinləyicilərimizə maraqlı olsun deyə. Mircavad müəllim, Cəngi qrupu necə oldu, yarandı? Yox, yarandı deyim sizə. 92-ci ildə Bakı Mədəniyyət İdarəsinin nəzdində bu kollektiv yaranıb. Mərhum sənətkarımız Rafiq Babayevin rəhbərliyi ilə. Sonra bilirsiniz də, bədnəm hadisə, terror hadisəsində Rafiq Babayev dünyasını dəyişdi. Ümumiyyətlə, Azərbaycan incəsənətinə çox böyük zərbə oldu bu. Və ondan sonra bir neçə insanlar o kollektivə rəhbərlik eləmişdi və bizim mərhum sənətkarımız Həsən Ağa Qurbanov Ulduzunun da rəhbəri idi. Allah qəni-qəni rəhmət eləsin. O məni dəvət elədi ki, belə bir kollektivə rəhbərlik. O zaman orada rəqs bölümü idi ancaq.
Mən dedim ki, axı mən bu sahəni bilmirəm. Dedim, mən dəstək olacağam, sən get. Mən elə də başladım. Axı indi rəqqasla danışmaq lazımdır. Aha. Mən öz üzərimdə işlədim. Bir neçə vaxtdan sonra oynamaqdan tutdu. Bütün atitüd, dozado, qram batman, Azərbaycan, rus dilində xod Azərbaycanla deyirdilər belə. Bunları hamısının detalları öyrəndim və bunların mənasını, dozado nədir, qarşı-qarşıya və sair bəlaxır artıq rəqqaslarla mən bu adamlarla işləməliyəm. Görürsünüz öz üzərimdə çalışmağı və sonda mənə bir şey də qazanc qaldı ki, buranı da öyrəndim. İndi Rafiq Babayevadan sonra mən burada bu sahəni inkişaf elətdirib, gətirib o səviyyəyə qaldırmalıyam. Amma necə? Mən milli musiqidən gəlmişəm, muğam falan, bunlar öz yerində. Taleyimdə Vaqif Gərayzadə var, amma ondan sonra Salman Qəmbərov kimi bizim caz sənətinin bir nömrəli ifaçısıdır, Allah can sağlığı versin. Cəmil Əmirov, Allah can sağlığı versin. Sonra cavanlar, Emil Əfrasiyab, Elçin Şirinov, indi kimin adını çəkmədimsə bağışlasın. Yəni, bu adamlarla artıq ayrı-ayrı proyektlərdə siz deməli 90-cı illərin deməli 97-98 təxminən o illərdən üzü 2000, 2002, 3, 5, 7, 8, 9 arxivə baxsaz bir adam tapmayacaqsınız ki, bu etnocaz proyektində hamısı yavaş-yavaş dəyişə gəlir. Yox, milli musiqiçi olaraq o proyektlərdə iştirak eləsin. Mircavaddan başqa bir adam tapılmır. Mircavad öz arxası ilə Şirzad Fətəliyevi, amma eyni zamanda Cəmil Əmirov da onu dəvət eləmişdi. Artıq Balaban gəldi ora. Sonra Kamran Kərimov nağara gəldi ora. Yəni çoxları mübahisə edirdi ki, nağaranın ora nə dəxli var. Deyirəm, axı bu alətləri ki, kimlərsə bir Avropa alətlərini, nə bilim, Braziliya, Kuba alətlərini bu caza, bu musiqiyə gətiriblər. Biz də indi nağaranı gətiririk də. İndi ifaçı da təkmilləşə böyük bir ifa forması qoyur da. İndi əslində caz nə deməkdir? Caz azad improvizadır. Bəli. Yəni mən bunu bu cür dəyərləndirirəm. Bəli, muğam sənəti kimi onun da yaranma tarixi var. Harda, necə, nə cür. İndi bizim verilişimizə aidiyyatı yoxdur. Mən istəmirəm onu açıqlayım. Amma məsələ burasındadır ki, burada azad improvizadır. Bütün alətlərdə yanaşma eləmək olar. Əlbəttə. İndi bizim deyək ki, hansısa bir bəstəkar mahnımızı biz götürürük indiki dövrdə də. Biz onun kantasına toxunmuruq, amma aranjman deyirlər də. Onu biraz altyapısını dəyişirik. Daha gözəl müasir standartlara uyğun eləyirik və insanlar da bugün onu bəyənirlər. İndi başqa təbliğat növü olsaydı, bax Yurd FM kimi biz də əziyyət çəkəcəkdik. Çünki siz milli musiqiləri daha çox səsləndirirsiniz də. Milli musiqilərin içinə girəndə elə gözəl keyf alır insan. Çox. Kim olduğunu dərk eləyir. Bəli. Ora baş vuran insan milli özünün dərk məsələsi var. Bax, bu musiqinin də çox böyük faydası var orada. Bu çox vacib bir şeydir ki, Yurd FM bununla məşğul olur. Həqiqətən. Amma indi biz də müasir standartlarda indi dünyaya çıxmaqdan ötəri o formanı tətbiq eləyib bir növ sintez elə bir ki bəli, deyərdim. İki musiqini cavab elədiniz. Bəli. Çox gözəl bir, keyfli bir musiqi növü ortaya çıxır. Həqiqətən də Cəngi qrupunun ifasını dinləyənlər varsa, konsertində iştirak edənlər varsa, sosialdan izləyənlər varsa, bilirlər nə demək istəyirik. Çünki, məsəl üçün, mən hətta bayaqları Mücahid Məmməd deyirəm ki, mən çox belə caz aşıqı deyiləm, deyir, dinləməmsən ona görəm. Mən milli musiqi aşıqıyam, amma ikisini bir arada eşidəndə İndi siz burada efirdə olur. səsləndirdiniz də Qaraxalıya. Bəli. Siz qulaq astınız ona. Bəli, əlbəttə ki. Xoşunuza gəldi. Əlbəttə ki. Orada udun. Mən birinci konsert başqadır da yəni. Deməli 2030-cu ildə Beynəlxalq Caz Festivalda sizə maraqlı bir şey deyim də. Mənim oğlum birinci dəfədir ki, belə bir konsertdə iştirak eləyəcək. Nənəsi dedi ki, oğlum mən də o konsertə gəlmək istəyirəm. Dedim, ay ana, bu caz falan. Mənim nəvəm orada ifa eləyəcək, mən gəlirəm. Aha. Nəysə konsert bitdi. Anam mənə yaxınlaşır. O da musiqi fədaisidir ya. Hamını da gözəl tanıyır, bilir. Hətta elə gözəl zövqü var ki, ay oğul, o ifa eləyir.
Bir çox uzadır. Mən görürəm ki, yəni bütün detalları, oxu, səs tembri, bunun şirinliyi, bunun solğunluğu və s. hamısının detalları gözəl bilir. Gəldi mənə yaxınlaşdı. Oğlum, caz budur, nə gözəl şeydir bu. Yəni yaşlı bir nəslin nümayəndəsi bunu görəndə, yəni etnik məsələ var da. Bildiyimiz caz deyil də, bu bizim milli musiqi alətlərində ifallanan caz. Ona görə bir başqa cür gəlir adama, maraqlı gəlir. Mən sizə deyim ki, məsələn, başqa ölkələrə ifaçılar gedəndə bu cür yanaşmada, bax, indi mən bu yaxınlarda təqdim edəcəm. Bir keyfiyyətimi də deyim də sizə. Mən Hollandiyada konsert təşkil eləmişəm. Heç kəsin də bundan xəbəri yoxdur. Qoy bunu da deyim. Konsert təşkil eləmişəm. Açıq satış, anşlaq konsert zalı. Neçənci ildə mücadələ? Böyle keçən il. Mən onu özüm fəhləçilik eləyərək, öz musiqiçilərimiz fəhləçilik eləyərək buradan ora kameralar daşımışıq. Biz onu canlı çəkmişik. Biz onun musiqi səsini xüsusi olaraq yazıb, o bütün sistem ki, montaj sistemi var. Bax, onu əldə eləyib, mən o konserti gətirmişəm. Konsert Xebao deyilən Hollandiyada bir nömrəli konsert zalı var. Orada cəngi ansamblı konsert verir. İkinci konsertimiz Avstriyada olub, bir neçə ay bundan qabaq. Onu da o səviyyədə eləmişəm. Buradakı konsertlərimin hamısını televiziyalara falana etibar eləmirəm. Bilirsiniz niyə? Mən onları qınaya bilmərəm. Rejissor rejissordur. Musiqi rejissoru başqa şeydir. Operator operatordur. Musiqi operatoru başqadır. Onların çəkiliş sistemi tamamilə başqa cür olmalıdır. Başqa cür form olmalıdır ki, o ifa olunan musiqi o qədər qabarmalıdır ki, tamaşaçı ona baxanda başa düşsün nə baş verir. Yoxsa məsələn bizim insanlar indi onu da qınamıram. Bəzi məqamda aləti tanımır. Ud ifa elədiyi yerdə gedir ya tarı axtarır, ya qarmonu axtarır, ya indi hansısa bir aləti axtarır. Bir də xəbər tutur ki, burada improvizasiya bitib. Bildiniz? Onda artıq forma itir. Mən indi onu da... Orada Almaniyada, Hollandiyada. Daha doğrusu Hollandiyada izləyiciləriniz yerli vətəndaşları idi, yoxsa Azərbaycanlılar idi? Mən sizə deyim, orada Koreyalı da vardı, orada Yapon da vardı, orada Çinli də var idi. Bilirsiniz, mən bir detalda deyim də, mən araşdırdım ki, nəcəb bu insanlar bizim konsertə gəlib. Düzdür, bizim milli insanlar da vardı. Holland gəlib konsertə. Mən sual verdim ki, niyə bunlar bizi tanımırlar da? Təbii ki, bizi tanımırlar. Bunlar niyə gəlib konsertə? Dedilər ki, bu konsert Xebao var. Burada konsert verməyin özü bir tituldur. Yəni artıq burada konsert verirlərsə deməli, oranın xüsusi dinləyiciləri var. Onlar konsert Xebao'da verilən konsertə artıq analizdə heç eləmirlər ki, bu araşdıraq falan, deyirlər ki, əgər oradadırsa, deməli maraqlı bir şeydir. Gəlirlər, mədəniyyətə baxırlar və məsələn Azərbaycan musiqisini çalarlarını görürlər və öz fikirlərini bildirirlər də. Yəni bizim də konsert salonları o səviyyədə olmalıdır. İnşallah ki, belə deyək, çox şükür ki, bugün o qədər böyük inkişaf yolu keçmiş bir ölkədə yaşayırıq ki, maşallah. 10 ilimiz öncəsinə, 20 il öncəsinə, 15 il öncəsinə baxanda bugün Azərbaycan dünya standartlarına demək olar bərabər şəkildə gedir. Demək olar yox, mən sizə deyim, Azərbaycan dünya sivilizasiyasından tayı bərabəri olmayan səviyyədə gedir. Doğrudan. Mən dünyanı gəzmişəm. Sadəcə gəzənlər bilər, onu gəzməyənlər elə bilir ki, orada bəhbəhlər var. Bəhbəhlər var. Burada yoxdur. Mən sizə deyim, dünya sivilizasiyası ilə belə ondan da yüksək səviyyədə burada bir-iki bəzi o belə deyə də ürəyimizdə qalan o sizin məsəl üçün musiqi sahəsində deyirsiniz ki, konsert zallarımız falan bir-iki o da gəlib çatacaq, istədiyimiz səviyyədən də artıq olacaq inşallah. Yox, mən çatır məsələn bir şey deyim. Mən özüm o şeyi eşidəndən sonra getdim bizim Heydər Əliyev Sarayının yeni rəhbərliyi var da, İlham müəllim. Dedim, bura bilsən nə üçün gəlmişəm? Eşitdim ki, siz filan kəsləri bu səhnəyə buraxmamısınız ki, siz buralıq deyilsiniz. Bəli, buraxmırlar, həqiqətən. Və ona görə də mən bura gəlmişəm ki, burada konsert vermək istəyirəm. Yəni bu xətt çox vacib şərtdir. Heydər Əliyev Sarayının bir detalda deyirəm sizə. Canlı ancaq. Bir detalda deyirəm. Baxın,
Sovet dövründə bir televiziya var idi. Aha. 18:00-da bir rubrika açdılar. Gənc ifaçıların konserti. 5 dəqiqə bir adama bir nömrə verirdilər. Bu sonra oldu 10 dəqiqə, 15 dəqiqə, gəldi yarım saata çıxdı filan. Bütün o dövrün gənc ifaçıları orada şərait yaradırlar ki, o efirə geçsin. Sonra isə 8-dən 9-dan sonra daha ciddi musiqiçilər, belə deyək də, onların lent yazılarını verirdilər və yaxud da çıxışlarını verirdilər. Tamaşaçı da baxırdı və müqayisə eləyirdi. Görürdü ki, kim cavandır, kim yaşlıdır, kim pisdir, kim yaxşıdır. Amma indi mənə verilişə çağırırlar. Mən indi o verilişlərə artıq getmirəm. Bir də görürəm ki, belə mənə dəxli olmayan bir adamı da oturtdurublar mənim yanımda. Elə üstəlik mənimlə bir o tərzdə danışır ki, mən belə baxıram ki, bala, sənə bu səlahiyyəti kim verib ki, sən mənimlə belə danışırsan. Yəni, bilirsiniz, elementar etik mədəniyyət məsələsi ciddi problemdir. O da düzələn bir şeylərdir. Zamanla mən düzəlmək üçün qanunvericilik düzəlməlidir. Televiziya və radio verilişlərində qanunvericilik məsələlərinə baxmaq lazımdır. Deyir, hər kəs dünyanın düzəlməsini gözləyir. Hər kəs hamının düzəlməsini gözləyir, amma heç kim anlamır ki, birinci özündən başlamaq lazımdır. Ona görə də, niyə görə deyirəm ki, düzələcək hər şey? Çünki misal üçün siz qarşımda əyləşmisinizsə, Mircavad müəllim əyləşib və mən danışarkən belə cümlələrimin quruluşuna diqqət etməyə çalışıramsa, demək ki, insan özündən başlamalıdır. Siz bunu tələb etdirirsiniz ki, kim sizlə necə danışsın. Ona görə də bir dəfə yanınıza kimisə əyləşdirərlər. İkincidə ya siz getməyərək artıq öz mənliyinizi ortaya qoyursunuz, ya da gələn dəfə o gələn onsuz da sizlə cəsarət eləyib gəlməyəcək. Ona görə yavaş-yavaş hər şey mən özümü yuxarı tutmaq fikrim yoxdur. Sadəcə olaraq mən deyirəm ki, özüm gənclərə cığır açan insanam. Amma istedadsını çağırın. Yəni sözü olsun da. Bizim bir məntiqi bir əsasımız olsun danışmağa, müzakirə eləməyə və yaxud da indi bu cavanlarda yanaşma tərzi var da. Musiqilərin, mahnıların sözlərini dəyişirlər, onun ritmikasına müdaxilə eləyirlər. Axı sözlərə fikir verin. Bunu necə diskotekada oxuya bilərsən? Bu yazıq bunu yazıb, ağlamaq üçün yazıb. Amma sən onun sözlərini dəyişirsən, gedib diskotekada oxuyursan və o cavan da onu orada oynayır. Sözlərinə fikir vermədən. Axı bir düşünmək də lazımdır. Biraz Caviddən danışaq. Cavid neyinir? Tarla davam edirmi? Cəngidədirmi? Bəli, bir yerdə işləyirik. Bir övladınız var da, hə? Xeyr, mənim 2 övladım var. O bir oğlun... Böyük oğlum başqa sahədədir. Hə, deyirəm, çünki onun adını heç eşitməmişəm. Hə, Mircavidi ondan çox tanıyırlar. Ay, çünki Mircavid deyə bilirik, mən də elə bilirəm. Amma onun da uğurları çox böyükdür. Maşallah, yəni kifayət qədər uğurları var. İndi mən istəmirəm açıqlayım. Anladım. Yəni pis deyil, maşallah. Fəxr eləməli evladdır. Rəsmi iş bölməsində deyək. Rəsmidir. Mən yəni gizlin deyil, azalda işləyir. Belə yüksək vəzifə daşıyır. Çox şükür. Allah işini avan. Öz işinə o da mənim kimi tələbkardır. Həddindən artıq tələbkardır. O tələbkar atan balaları nə olacaq? Elə Cavid də özünə tələbkardır. Məsələn, Cavidin görünməyən tərəflərini mən burada demək istəyirəm. Musiqini görüblər. Məsələn, onun çox təşkilatçılıq qabiliyyəti var. Davranış qaydaları yenə də mən görürəm ki, o şeyləri ki, mən eləyirəm. Məsələn, onda da görürəm yanaşması düzdür, yaxşıdır. İnsanlarla davranış qaydaları alidir. İntellektual potensialı çox alidir. Məsələn, siz ondan bir müsahibə götürsəz, belə deyək də, hayıl-mayıl olacaqsınız ki, bu necə bu cümlələri hardan tapır deyir. Məsələn, bu hamısı özünə tələbkarlıqdan irəli gəlir. Mən onlarla qürur duyuram, fəxr edirəm. Aynə gözəl. Bir atanın övladı ilə qürur duyması çox gözəl birisi. Nə gözəl ki, qürur duyası övladlarınız var, doyacağınız övladlarınız var. Subaydılar, nəvə var? Subaydılar. Yoxdur hələ nəvə? Yox, orada da mən onlara azadlıq verdim. Bəlkə də... Çox vermişsiniz. Böyüyün neçə yaşı var artıq? Böyüyün yaşını deməyim. 30 keçib. Keçib, bəli. Çünki daha nəvə olardı da. Mircavidin bu yaxınlarda deməli 29 yaşı oldu. 30-a qədəm qoydu. O da ondan bir 5-6 yaş böyükdür. Heç nə. Daha
Mircad müəllimizə çox sərbəstlik verib. Daha vaxtıdır. 60 yaşı Əslində var vaxtı insan, keçib. nə oynatsın Bəli, da, yəni ha, biraz bəli, da yəni. bəli. Allah ömür gün yoldaşımıza ömür versin. Hətta Çox sağ buradan olun. danışarkən efirdə də bir dəfə, iki dəfə fikir vermişdim. Deyirəm ki, insan hər halıyla bir örnəkdir. Üzüyü belə barmağındadır. O mənim üçün çox əzizdir. Ay, neçə ildir artıq o barmağınızdadır? 1900 indi itirdim özümü 97-ci ildən. Eşidir bizi. Yox, 1987-ci ildən. Ay maşallah, siz erkən Bəli, 24 yaşında ailə qurmuşam. 24 yaşında, 87-ci ilin barmağınızda. Nişan günümüz odur. 89-da artıq ailə qurduq. Ay nə gözəl. Və 90-cı ildə mənim böyük evladım may ayının 9-unda dünyaya gəldi. Belə. Artıq 37 ildir demək olar ki, Bəli. hardasa o sizin barmağınızda 38-37 ildir və çıxartmamısınız bir gündə olsun. Yox, bəzi məqamlarda indi son vaxtlarda biraz bəlkə də yaşımla bağlıdır. Barmağımda şişkinlik olur falan. Hardasa bir anı olaraq. Ayında 60-dan sonra heç nə olmasa göz yumma. Yox, mən yenə də mən bunu çıxartmıram. Yəni anı olaraq çıxardıb kənara qoyuram, amma bir müddətdən sonra bu mənim üçün Vərdişdir. O artıq bir şey çatmır İstəkdir orada olanda, yəni. o istəkdir. Ay, necə də romantik. mən cümlələrimi işlədirəm. O düzəldir oradan ki, birdən vərdiş deyil, istəkdir. Doğrudan da o. Yox, mən içimi deyirəm vallahi. Doğru. Mən süni heç bir şey danışmıram. Həyatda məni süni görə bilməz. Mümkün deyil. Bizim milli hisslərimizi oyatmaqdan ötəri xüsusi bir təbliğat lazımdır. Mən həmişə deyirəm, dövlət proqramı olmalıdır və o proqram həyata keçməlidir. Dağıtmaq yox, qurmaq. Və musiqini bilən insanlardan istifadə eləmək lazımdır. Musiqini bilən və millətini sevən, yəni millət üçün, özü üçün yox, millət üçün, millətin milli, mənəvi dəyərlərini qoruyan insanlar var bu musiqiçilərin içərisində. Hamı özünü patriot hesab eləyir. Elə özümü də qatıram ona. Yalançı olsun, qoy mənim dediklərim. Aha. Amma patriotizm nədən ibarətdir? Milli mədəniyyəti inkişaf elətdirmək üçün milli musiqimizin kökləri, dəyərləri var. Gedib başqa bəstəkarların əsərlərini, nə bilim, mən sual eləyə bilərəm. Elə yaxın qonşularımızda, uzaq qonşularımızda, nə bilim, Amerikada gedib Azərbaycan musiqisini hansı radio kanalında görə bilərsən ki? Əlbəttə. Və yaxud da televizorda. Düzdür. Rusiyada görə bilərsən, bilməzsən. Amma burada hər şey görürsən. Rus dilində də görürsən, İngilis dilində də görürsən, nə bilim. Mən Fransa ilə siyasi münasibətlərimizin korlanmağına görə mən repertuardan bütün fransız musiqilərini çıxartdım. Bu da Bildiniz? patriotizm. Yəni, yox, mənim millətim, mənim xalqım, mənim dövlətim o dövlətlə düz gəlmir. Əlbəttə. Xeyr ola mən oxumalıyam. Niyə ona hörmət eləməliyəm ki mən? Amma bizdə bilirsiniz, mənim nəyimə lazımdır, mən gedim pulumu qazanım. Qardaş, pulu qazanmaq, onda mənəviyyatı çırp, qoy ayağının altına ki pul qazanasan, elə şey var. Bəli, əlbəttə ki, birinci mənəviyyatımızı qoruyub saxlamalıyıq ki, milliyyətimiz də bununla davam etsin. Mircad müəllim, cəngi qrupu olaraq el şənliklərinə gedirsiniz? Vallahi istəyəndə, Nadir olur, yoxsa siz nadir gedirsiniz? mən özüm yox, mənim indi qrupum belə. cəngi. Mən əslində bilirsiniz nədir? Mən dövlətə yük olmaq istəmirəm, açığı. Mənim indi yürütdüyüm bir siyasət var ki, mən artıq mən 2 təcrübəm var. Düzdür, onlar mənə dəstək olublar. Yəni, onlara lazım olub, biz bu işləri görmüşük. Mən öz fikrimi demişəm, onlar da dəstək olublar. Sağ olsunlar ki, dəstək olublar. Məsələn, Diaspora Komitəsi ilə mən işləmişəm və bu nəticələr əldə olunubdur. Amma mən istəyirəm ki, cəngi olaraq biz müstəqil öz bazamızı quraq. Maddi bazamız olsun. Aha. Və o maddi bazı ilə mən xarici ölkələrdə konsert qurmağı çox yaxşı bilirəm. Bütün strukturu bilirəm. Necə, nə cür, hansı qaydada, müəllif hüquqlarından tutdu, disklərin buraxılmağından tutdu və s. və axır. Mən istəyirəm ki, mən bunu özüm eləyəm. Mən bunu sevirəm. Və bu gün də maddiyyat
Maddiyat qismi el təbii ki, şənliklərindən gəlir. el şənliklərindən gəlir və el şənlikləri üçün əslində biz bir reklam çarxı eləmişdik. Aha. Bilirsiniz necədir? Zövq məsələsi burada önəmli rol oynayır da. İnsanlar kütlə daha çox, kütlə deyirəm, yəni o insanlara deyirəm ki, onlar doğrudan da kütlədirlər, pisi yaxşıdan seçə bilmirlər. Aha. Yaxşını seçə bilən adam, mən məsələn öz doğmalarımın bir toy məclisində, Aha. Salyan rayonunda Aha. bacım uşaqlarının toyunu elədim. Ağsaqqallığı mən elədim, istiqaməti mən verdim və musiqiçilər səhəri gün Salyandan bəlkə bir yüzlərlə zəng oldu və eşitməyənlərdə rezonans oldu ki, biz elə bilirdik dövlət tədbirində oturmuşuq və gözəl bir konsertə baxırıq. Yəni toy təkcə oynamaqdan ibarət deyil. Formalaşır Emre Cavad müəllim. Doğrudan formalaşır. İndi formalaşanda bizə də pay düşsə, biz də o düşəcək. büdcəmizi oradan qurmaq fikrimiz var. Mən elə ona görə soruşuram. Əslində mən hər dəfə bura sənətkarlarımız gələndə, əstəğfurullah, mən durub bir sənətkara niyə sual verirəm ki, sən el şənliyinə siz gedirsiniz yoxsa? Mən bu məqsədlə soruşuram ki, insanlarımız anlasınlar ki, gəlir, Baxın, dəvət eləyin. İnsan fonoqrama oxuyan insana yarım saatına hardasa küllü miqdarda pullar verir. Amma canlı, məsələn, cəngi o ifaları o qədər professional şəkildə təqdim eləyir ki, o ifaçıların əgər reklamı yoxdursa, bu demək deyil ki, onlar mən özüm bilə-bilə o insanları seçib götürmüşəm ki, bunlar cavandılar, istedadı var. Qoy ev yoxdur, bunlar biraz gec tanınsınlar. Amma bunlarla işləyirəm. Mən hansı bir populyar insana müraciət eləsəm ki, gəlin biz bir yerdə işləyək, mənə Fəxr olar, əlbəttə. imtina eləməyəcəklər. Olub belə bir söhbətlərimiz. Amma mən deyirəm ki, mənim xidmətim nədən ibarətdir? Mənim xidmətim gəncləri inkişaf elətdirməkdir. Və bu gənclərlə əslində elə adı xalq artisti olan, nə bilim, əməkdar artisti olan insanlardan daha potensiallıdırlar, daha yaxşı oxuyurlar. Buna dəyər vermək lazımdır, baxmaq lazımdır, bilmək lazımdır. Mənə Hollandiyadan deyirlər ki, biz sizi izləyirik. Bəli. Amma məsələn, nə bilim, Almaniyadan oradan buradan ki, biz o kollektivi izləyirik. Siz təsəvvür edirsiniz, Hollandiyaya 365 kilometr yol sürən insan var idi ki, gəlib bizim konsertə baxsın. Və ondan 4-5 gün sonra da Messengerdən mənlə bir saatlıq danışıb ki, nə olar, mən bilirəm, qrup saxlamaq çətindir, qurban olum, qoymayın bu dağılsın, bəs belədir, belədir, belədir. Amma necə dağılmasın? Dağılmaz. Yenə də istinad nöqtəsi maddiyatdır. Azərbaycan konsertlərindən də təbii ki, artıq keyfiyyətli konsertlərə gedən insanların da sayı Var, biraz deməzdim ki, bəli. Pandemiyadan sonra insanlar yaşamağı öyrəndilər bir növ. Konsertlər doğrudan öyrəndik. O qədər yaşamırdıq ki, pandemiya bizə bir dərs oldu ki, çöldə bir həyat varkən evdə oturmaq nə deməkdir? İndi bir baxın buna. Və doğrudan konsertlərə maraqlar artdı, gəzintilərə, insanlar daha çox çölə çıxmağa artıq meyil göstəriblər. Və çox şükür bugün keyfiyyətli işlərə də gedən izləyicimiz də var, dinləyicimiz də var. Və bugün el şənlikləri dediyim kimi ona görə soruşuram ki, bugün el şənliyi də bir xalqın bir növ yanındasan. Tamaşaçının üzbəyüz reaksiyasını görürsən ki, sən musiqimi necə təbliğ edirəm, necə bəyəndirirəm. Neçə vaxtı mən Heydər Əliyev sarayında konsert vermək istəyirəm. Verə bilmirəm. Sual niyə? Niyə? Arenda haqları yüksəkdir və mən də dövlət təşkilatı olaraq mən bunun xətti, mexanizmi tapa bilmirəm ki, necə eləyim ki, mənim maddiyyatım yoxdur da, heç olmasa. Yəni, əvvəllər belə deyildi. Əvvəllər dövlət kollektivlərinə şanslar yaradılırdı və onlar da yüksək səviyyəli konsertləri verə bilirdilər. İndi məsələn, məndə belə problemlər var. Müraciət eləmişəm, indi cavabını inşallah ki, müsbət alaram. Sponsor da istəyəncə. Bilirsiniz, sponsor da belə deyə, bu sponsor var. Mən heç vaxt sponsora müraciət eləməmişəm. Bilirsiniz niyə? Bir dəfə ona ağız açırsan, o da sənə 5 manat pul verir. Bədbaxt olursan da sonra. Sonra başlayırlar, biz sən filan işimiz filan. 5 manat verdiyin əvəzinə 500.000 manatlıq səndən iş tələb eləyir. Sən də məcbur olursan ki, mənə kömək eləmişdi. Qardaş, mən öz işimi görürəm. Buradan paramı qazana bilirəm. Bilmirəmsə də da indi bilmirəm də. Neyim? Biraz belə deyim, yaralı mövzulardır. Həqiqətən acı reallıqlardır. Təbii ki. İnşallah ki, sənət olduqca, sənət üçün istək olduqca Allah da yol açır. Mən hərdən deyirəm uşaqlar. Yaxşı olacaq. Hərdən deyirəm ki, görün biz nə ilə məşğul ol. Bu dəqiqə hamı bayırda qaz vurub qazan doldurur.
Biz hansısa harmoniyanın düz olmağına görə qırırıq bir-birimizi ki, yox, bu belə olsa daha gözəl olar, bu belə olsa daha gözəl olar. Amma sizin üçün o dəyərlidir də, qaz vurub qazan doldurmaq Amma daha dəyərlidir. o Qaynana filmində deyirik, yığılacaq bura alimlər, deməli, beyin dolu, cib boş. Cib də dolar inşallah. Yox, şikayətim yoxdur, şükür Allaha ki, yəni yox, mən demirəm ki, hər şey pisdir, yox. Sadəcə olaraq insanların zövqünü dəyişmək istəyirəm. Baxın, mənə deyirlər ki, məsələn, filan məclisdə siz ifa edirsiniz, amma deyək ki, saat 8-də hansısa bir insan gələcək, yarım saatlıq çıxış eləyəcək. Mən ona sual verirəm ki, axı saat 8-də sənin toyun dinamik inkişafı hansı nöqtədə olacaq ki, sən ona söz verirsən? Onun marağındadır ki, gəlsin yarım saatını oxusun, pulun alsın, çıxsın, geçsin, özü də fonoqramasını oxusun da. Bu səni alladır bir. İkincisi də saat 8-də, məsələn deyirəm, şəhərdir. Bəlkə başqa musiqiyə ehtiyac var. Hamı bir deməli, komandaya müraciət eləməlidir. Onlar tənzimləməlidir toyun gedişatını. Profesional adama əgər etibar edirsənsə, ona etibar edirsən, o da tənzimləyir. Yox, mənim pulum var, istəyirəm Həsən gəlsin, Hüseyin gəlsin, filan eləsin. Bu olur artıq. İndi toyun da el şənliklərin də biraz bu həqiqətən el şənliyi deyə baxmırıq. Çox böyük bir aləmdir. Orada da gələn belə deyim, insanların hərənin musiqi zövqü ayrıdır. Hamısının damarını tutmağa çalışırlar bir növ. Mənim yanaşmam, toy yanaşmam tamamilə başqadır. Mən toyu bir tamaşa hesab eləyirəm. Hər bir insan taleyinin tamaşasıdır bu. Mən sizə burada bir dənə ideya deyərəm. Siz şok olarsınız. Efirdə demək istəmirəm. Efirdən sonra deyərəm. Maraqlı olsa mən onu onu mənsiz eləyə bilməyəcəksiniz. Yox, onu siz də gəl. Yəni bilirsiniz necədir? Bu iki gəncin taleyinin son nöqtəsində belə deyil, son yox, başlanğıcı, sonun başlanğıcı da belə deyil, yeni həyatın. Yəni bu hardan gəldi, necə oldu? Bu bir tamaşadır. Ailənin münasibəti, ailələrin münasibəti. Yəni bunu toyda həllini vermək lazımdır. Siz Mücahid müəllim, bəzən insanlar misal üçün qulaq gündə 30 dəfə o stildə bir mahnılar eşitdiyi üçün unudur ki, bu stil deyil, toyda bunu mən toy aparıcılığı eləyirəm də görürəm ki, əvvəlki kimi deyil. Musiqi nömrələri ilə ona görə soruşdum ki, cəngi qrupu da gedir ki, açılış eləyirlər ki, içində tarı, muğamı İnsanlar ayaqda az qalır alqışlasın. Doğrudan da insanların axı bunun ruhunda var. Yazıq qulağı gündə o bir səni eşitdiyi üçün unudub. Bir anlıq onun qarşısına çıxanda məsəl üçün bəzən olur ki, belə yanlış anlaşılmasın bəzi dinləyicilərimiz tərəfindən açılışda deyirik ki, şəhidlərimizi anmaq, himn səsləndirmək. Bəzən olub bir-iki çox nadir halda deyiblər ki, toyu şeyə çevirməyin də. Yox, niyə? Bir dəqiqəlik nə demək? Özləri gəlib əlimizi sıxıblar ki, necə ruhumuz bu deyə siz nədən danışırsınız? Kim səslənəndə kimin ürək ağzında döyünmür ki? Kim cuşa gəlmir ki? O necə sənin məclisivi başqa tərəfə aparar? Əksinə, milli musiqimiz səslənəndə necə hamının kökü budur, hamının ruhu budur. Sadəcə biraz onu uyğunlaşdırıb, bugün elin tələbinə uyğunlaşdırıb, onları ruhuna aparmaq lazımdır. Bilirsiniz, elin tələbinə yox da, onun məclisinə uyğun. Məsələn, bir məclis biz eləmişdik. Bəlkə bir 35-40 mahnı sahibi demişdi ki, bu mahnıları eşitmək istəyirəm. Amma toyun gedişatında bizdə hər bir toya yanaşma bizdə bilirsən necə olur? Məşq, o şeyləri orada ifa eləmək üçün özümüzə məxsus özəlləşdirmək və təqdim eləmək. O deyil, bugün toyduyuq, getdik, ağzımıza gələni çalaq ifa eləyək, bitsin. Yox, biz hər yerə hazırlıqlı gedirik də. Və o adam, baxmayaraq ki, bizə o əziyyəti vermişdi, təsəvvür edirsiniz, 30-35 mahnını biz hamısını belə də baxdıq ki, bunları istəyib də bunun tələbatı bu olacaq. Mən getdim orada belə elmi. Sən bunları niyə biz əziyyət verdin ki? Sən tamamilə başqa səpkidə, başqa düşüncədə bir iş gördün. Bunu niyə eləyirsən? Bugün maşallah Mücahid müəllimlə söhbətimiz o qədər belə reklam arası belə davam eləyirik. Ona görə belə şirin və axıcı gedir deyə biraz digər məqamları belə deyim arxa plana atdı Mücahid müəllimlə danışığımıza görə. Mücahid müəllim, əslində həqiqətən
bizə 2 saat yarım bəs eləməz. Sizin Gəlin artıraq. Gəlin davam eləyək gələn dəfə. Amma doğrudan bir dəfə Mircavidlə sizi dəvət eləyək. Gözəl olar. Həm hətta onlar tar və ud da gətirsəz, qısa bir canlı bir müşayiət edək. Xərci var. Xərci var. Ödəyərik. Bizi xərcdən qorxutmayın. Yəni amma doğrudan o qədər söhbətlərimiz hamısı yarım-yarım qaldı. Çünki çox altı dolu söhbətlər idi. Sadəcə müəyyən qədər hərəsinə toxunmağa çalışdıq. Bu ilkin görüşümüzdə inşallah davamı mütləq ki olacaq. Dərinləşdirərik. Ürəyinizdə nə qaldı? Nə danışmaq istəyərdiniz? Yox, ürəyimdə mənim həmişə çox sözlər qalır. Çox bilirsiniz, məni çox zaman bəlkə də qınayırlar. Elə qınaq, elə evdən də qınaq olur ki, əşi sən ancaq elə şikayət eləyirsən falan deyirsən. Mən şikayət eləmirəm. Mən şikayətçi deyiləm. Bax, nə dövlətdən, nə insanlardan şikayət məsələsi yoxdur. Mən məsələn çox şəraitsiz vəziyyətdə işləyirəm, amma cəngi qrupu məsələn ciddi bina problemimiz var və s. və axır. Mən deyirəm ki, insan məsələn Alim Qasımov bizim studiyamıza gələndə içəri girdi, bir sağa baxdı, bir sola baxdı və mənim qurduğum şərait çox balaca bir məhdud bir yerdə idi və Fərqana xanıma bizim balamıza dedi ki, sən buna bax, bax balaca yerdə gör nə yaradıb. Yəni yaradıcı adamsın, lap belə bir daxma da versin, orada yaradacaq. Yaradacaq onsuz da. Amma daha geniş olanda daha geniş yarada bilir. Məsələn, indi mən durum şikayət eləyim ki, bu yoxdur filandır. Mən işimi görürəm də. Yəni mən şikayətçi deyiləm. Sadəcə olaraq elə şeylər var ki, artıq orada o məsələlər aradan qaldırılmalıdır da. Məsələn, dediyimiz Yurd FM əziyyət çəkir, öz milli musiqisini təbliğ eləməkdən ötəri. Bu niyə belə olmalıdır? Rahat olmalıdır. Yəni əslində Mircavad müəllim özü üçün şikayətləmir. Özü şükür Allah Respublikamızın xalq artisti. Dövlətdən adını alıb, prezident təqaüdçüsüdür, mükafatçısıdır. Yəni hər dövlətdən özünə aid olan bütün diqqəti onsuz da görür yəni, insan. Mən Allah rəhmət eləsin Qənirə xanım Paşayevan qəbulunda oldum. Qəni rəhmət eləsin. Birinci sözüm oldu ki, Qənirə xanım, mən bura şəxsi xahiş üçün gəlməmişəm. Yox, siz şəxsi xahiş eləyə bilərsiniz. Dedim, yox. Mən şəxsi xahiş eləmək üçün mən elə ölkə rəhbərinə də müraciət eləyə bilərəm. Amma mən gəlmişəm ki, ümumi mədəniyyətimizin problemləri ilə bağlı müzakirə aparaq və sizin diqqətinizə çatdırım ki, bax filan şeylər var. O sonda mənə dedi ki, mənim sizə ziyalı kimi hörmətim var idi, amma bugündən 10 qat artdı. Ona görə ki, siz elə məsələlər qoydunuz ki, mən bunları bu milli məclisdə məsələləri qaldıracam. Birini də qaldırdı, amma Allah ömür vermədi. Təəssüf ki, o da Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Mən onu xatırlayıram. Yəni deməyim odur ki, biz əgər ümumi problemlərimizi düzəltsək, onun içində mən də oluram. Mənim də problemim düzəlir. Əlbəttə. Yəni mən individual olaraq mən xalq artistiyəm. Mən öz aldığımdan istifadə eləyərək özümə istifadə eləmək məsələsi deyil. Bilirsiniz, mədəniyyət çox ağır sahədir. Bəli. Çox ağır sahədir. Burada bu sahəni bilən adamlar çox azdır və getdikcə də azalır. Bu çox təəssüf edicidir. Belə olmamalıdır. Bu sahəni bilən adamlar bu işlərdə əlindən gələni eləməlidir ki, bu mədəniyyət yaşasın. Çünki bu, baxın, geniş mənada götürəndə incə sənət. Bəli. İncə sənət. Niyə bu incə sənətdir? Bunun incəliklərində bilirsiniz nə qədər məqamlar var. Bir rəssam bir sənət yaradır. Adadan baxanda deyir ki, nədir? Bu tabloda kraskaları çırpıb ora. Amma onu analiz edəndə görürsən ki, bu nə düşünür? Bu böyük bir fəlsəfə var ki, burada. Anlayan. Yəni onu anlayan adam bu işləri gərək görsün, inkişaf elətdirsin, qorusun. İnşallah ki, belə deyək, əgər səsinizi eşidənlər arasında dəyərləndirmə aparanlar da varsa... Mən heç kəsi qınamıram, ha. Yox, qınamaq deyil ki, bir şey istəkdir də, bunu da siz istəməlisiniz. Misal üçün, bunu var və istəyirsiniz ki, daha da yaxşısı olsun, eləmək olar. Ya, bilirsiniz, beynəlxalq standartlar var da. Çox uzağa getmək lazım deyil ki, o beynəlxalq standartları qoyursan qarşıya, ondan təkliflər hazırlayırsan və yeni quruluş istəyirsənsə, yeni quruluş qurursan. Yox, köhnəni saxlamaq istəyirsənsə, o da səndə əsasnamə var da.
çox belə sadə, bəsit şeylərdir. Onu öyrənib tətbiq eləmək lazımdır. Allah sizə can sağlığı versin Mircavad müəllim. Siz yaratmağa, çalışmağa davam eləyəsiniz. Gənclərə yol açmağa davam eləyəsiniz. Allah bizim millət olaraq yəni bir çox arzularımızı eşidib həyata keçirib, çinləyib. İnşallah ki, mədəniyyət sayəsində o ürəyiniz ki yanır. Çünki bu mədəniyyət üçün bu qədər can qoyursunuz deyə. Və sizin o ürəyinizin yanğısını hiss eləyir məncə bütün dinləyicilərimiz ki, istəyirsiniz daha yaxşısı olsun. Allah o arzunuzda çin eləsin inşallah. Tək Allah sizə can sağlığı versin. O günləri də doya-doya yaşayasınız. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Amma bir detalda deyək. İndi bilirəm ki, səslənəcək musiqi nə olacaq. Bizim ən böyük nailiyyətimiz ölkəmizin, ölkə rəhbərinin, Ali Baş Komandanımızın ən böyük nailiyyətimizdir Qarabağın azadlığı, Qarabağı azad eləmişik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. O yerlərdə indi biz konsertlər veririk. İnanın birinci dəfə o konserti verəndə mən Cəngi ilə orada solo konsert verdim festivalda. Görmüşdük. Mən o az qalırdı ürəyim partlasında. Yəni o qədər qürurlu. Yəni o məkanları azad eləmək. Mən indi bu yaxınlarda Vəngə gedəndə o yolları keçəndə dedim ay Allah, buradan belə nə bilim necə ola bilər? Bu dağlardan o insanları qovdular. O nə bilim işğalçıları qovdular. Yəni bilirsiniz nə boyda böyük rəşadət göstərmək lazımdır. Nə boyda böyük qəhrəmanlıq göstərmək. Nə boyda böyük ürək olmalıdır. İnsan prezidentimiz də deyir, nə qədər biz dəstək olsuq da, təşkil eləsək də, azad eləsək də, qabağa gedən əskərdir, zabitdir. Onlar ölümə gedirlər. Onlar bilirlər ki, ölümə gedirlər. Amma gedib, dünya təcrübəsində artıq analiz olunur ki, bunlar Şuşanı necə aldılar. Bəli. Gidli dəftərdir. Və atıb çiyninə öz şəhid qardaşın çiynində aparır ki, dirisi getmədi, ölüsü getsin Şuşanı görsün. Yəni mən onların qarşısında baş əyirəm. Həssas günlərimizi yaşayırıq, 44 günlük zəfər yürüyüşü dövrünü yaşayırıq. Və ondan irəli gələrək mən təsirləndim. Azad Qarabağ bizim kompozisiyamız var. O kompozisiyada mən çox fikirləşdim, çox düşündüm. Mən onun aranjmanını Vasif Hüseyn eləyib, çox istedadlı bir pianoçudur, mən onu qeyd eləmək istəyirəm. Amma sözlərdə tərəddüd eləyirdim ki, Qarabağ şəstəsini hamı oxuyub da, biz onsuz da bu yanaşmanı biz dəyişəcəyik. Adını qoymuşuq Azad Qarabağ və sözlərə də fikir versiniz, biz o azadlığı hansı yolla gəlməyə yəni göstərmişik müasir standartlarda, müasir yanaşmada. Amma mən çox şairləri düşündüm, amma bir nəfəri düşündüm. Bizim dostumuz gözəl kaman ifaçısı Xəyyam Məmmədov. Mən ona dedim ki, sən gözəl şeir yazmaq qabiliyyətin var. Özün də Qarabağlısan. Bax belə bir şey düşünmüşəm. Mən istəyirəm bax bu şeylər olsun o şeiriyyatda. O da sağ olsun onu hiss elədi və yazdı. Aynen gözəl. Və nəticədə Azad Qarabağ kompozisiyası yarandı. Çox sonda şükür. istəyərdim ki, onu Elə onu yerləşdirmişəm artıq buradadır. Onu səsləndirəcəyik. Təşəkkür edirəm Mircavad müəllim gəldiyinizə görə. Çox sağ olun. Mən təşəkkür edirəm ki, siz yada salmısınız, dəvət eləmişsiniz. Ona deməkdir, borcumuzdur Mircavad müəllim. Allah sizə can sağlığı versin. Siz yaradın, biz də dinləyək, musiqimiz yaşasın. Çünki siz dünya səviyyəsində Azərbaycan musiqisini yaşadırsınız. Əziz dinləyicilərimiz, sizinlə də sağollaşacağım. Sonda Azad Qarabağ kompozisiyasının musiqisini, kompozisiyada düzdür? Mən ona kompozisiya deyərdim də. Biz necə Qarabağ şikəstəsinin motivləri əsasındadır da. Yaranan bir kompozisiyadır. 44 günlük zəfər yürüyüşü dövrünü yaşayırıq. Həm həssas, həm qürurlu, həm sevincli, həm kədərli, həm yəni ölkə olaraq birliyimizi bir daha bütün dünyaya nümayiş etdirdiyimiz günləri yaşayırıq. Nə gözəl bizə bu günləri yaşadıblar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin, əskərlərimizə Allah qorusun və Ali Baş Komandanımızın dəmir yumruğu var olsun. Bugün Azərbaycan illərdir, 30 ildən çoxdur. Hər kəsin arzularındakı, dualarındakı Azərbaycanı yaşayırıq. Bəli. İndi bir detalda deyim, bizim Qarabağ futbol komandamızda bizi necə sevindirir. Yəni həqiqətən son illərdə xoşbəxtlikdən millət olaraq yəni göylərdəyik. Amma bir nüansı da deyim də, Qarabağ futbol komandası burada Kopenhageni məğlub eləyir. Bizim ölkə rəhbərimiz Kopenhagendə oranın
rəhbərliyi ilə görüşür. Görüşür. Çox xoş məqam oldu bu. Heç nə təsadüf deyil. Heç nə təsadüf. Həqiqətən də mən belə şey yekunlaşdırmıram. Sadəcə bunu da deyim, təsadüf deyilə gətirirəm sözümü ki, mən Xankəndində olanda orada bir-iki yenidən qurmalar barədə danışılanda, adi Gəncədə tikilən o stadionun yerinə baxanda, yuxarıdan görüntüsünə baxanda heç nə təsadüf deyil. Ali Baş Komandanımız bütün ağrı acılarımızı bir yenidən qurub gözəl bir şəkildə bizi sevindirəcək bir hadisəyə çevirib. Bütün dünyaya tanıdır. O bombanın düşdüyü yerdə stadion qurmaq və MDB oyunlarını orada təşkil edin. Bütün dünyaya mən yaramı necə sağaldım, xalqımı necə ucaldıram deməkdir. Çox şükür bugün biz Ali Baş Komandanımızı Ulu Tanrı qorusun. Əskərlərimizi qorusun Allahım və sonda Azad Qarabağ səslənəcək. Gözəl belə vətənpərvər ruhlarına sağollaşırıq. Sizinlə gələn dəfə görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.